Həqiqətən bütün valideynlərə önərimdir ki, Beyer David mərkəzə uşaqlarını əgər autizm sindromu ilə görə bilirlərsə və ya bir neçə yerdən eşidiblərsə, aparsınlar, doğru diaqnoz qoyulsun və Vəfa xanımın fikrinə istinadən söyləmək istəyirəm ki, Vəfa xanım təkcə maddi deyil, hər valideyn hər bir o qalxışda necə ki, mənəvi olaraq yüksəlik yaşayır da, yüksəliş. Görəndə də ki, uşağı sağalmadır, əlbəttə ki, mənəvi olaraq da yıxılır. Düzdürmü bacım? Mənəvi olaraq da yıxılır. Yəni, mən bu mərkəzdə dəfələrcə olmuşam və mərkəzin həqiqətən iş strukturlarında görmüşəm. Burada ən gözəl tərəf nədir? Təkcə, hər zaman da qeyd edirəm bunu, altını çizərək ki, təkcə uşaqlarla deyil, valideynlərlə də çalışılır burada. Çünki bəzən uşaqlarımızın sağalmama səbəbi, bugünkü gündə də mən bunun üzərinə klinik psixoloq olaraq oxuyuram, yəni uşaqlarımızın sağalmama səbəbi əsasən valideyndə də buluna bilir. Niyə? Çünki uşaq sağalmağa doğru gedir, valideyn elə bir hərəkət edir, o uşağa qarşı elə bir davranış göstərir və ya ətraf mühitdən xala, dayı, əmi, yox elə bizdə də var idi, nə bilim, filan kəsdə də var idi, yox, aparma həkimə falan filan. Yəni, istər həkim olsun, istər mütəxəssis olsun, əgər bu işini bilirsə, bunu ortaya yarın, sabah həqiqətən də sağaldaraq bu uşağı ortaya sağlam bir şəkildə çıxardacaqsa, söhbətsiz ki, bunu bir çox mütəxəssislər də deyir, bunu Yosef xanım da dəfələrlə vurğulayıb, David də dəfələrlə vurğulayıb, doktor David də ki, yəni tam sağala da bilmir bəzən autizm, bəzən də tam sağala da bilir. O, əlbəttə ki, spektrun dərəcələrinə bağlıdır. Hə, əlbəttə ki, amma mən bir çox zaman o mərkəzdən necə uşaqların hansı dərəcədən hansı dərəcəyə gəldiyini görmüşük, şahid olmuşuq.